Salam əziz dostlar, hər vaxtınız xeyir. Sizi salamlayıram 23 mart 2025-ci ildən Qarabağdan və burada Ağdam şəhərində olan İmarət qəbirstanlığından. Bu qəbirstanlığa girən kimi giriş pulsuzdur, ödənişsizdir. Bəs burada Qarabağ xanları bastırılıb və əlbəttə ki bizim şahzadəmiz olan Xurşud Banu Natəvan şairəmiz qəbri buradadır. Burada girən kimi görürsünüz ki az qala bu Qarabağın tarihini yaşayan ağaclardır və deyilənə görə Pənahəli xan bulub ağacları bastırıb, çinar ağaclardır, əkib. İşğal dövründə bu ağaclar yandırılıb, görürsünüz. Və sonradan da dibindən düzəlti verib, bir şey verib, yeni ağac çıxıb. Bu da əlbəttə ki yeni tarixin simvoludur, yəni Qarabağın bəydirim simvoludur. Xan nəslinin qəbirləri buradadır, Xanacahdadır, necə ki Şamaxıda və Çərşəhərdə, Bakıda xan nəslinin qəbirləri var. Burada həmçinin Xanacah buradadır və digər xan nəslinin olan nümayəndələrin türbələri buradadır. Və bu, belə deyərinə, bu məzarlığın, bu qəbirstanlığın üzük qaşı olan Natəvanındır. Xurşud Banu Natəvanın qəbirdir. Qorunub saxlanmışdı Sovet dövründə. Sonradan bax bu heykəl qoyuldu. Bu Ceyran heykəli və özünün siması, belə deyərdim. Yəni onu təsvir etmək istəyiblər. Sonradan isə əlbəttə ki işğal dövründə bura talanıb, təxminən daşlar orada göstərilib, daşınmayıb. Bir çoxu daşınmayıb, yəni bu qəbir. Amma qəbir qazıblar. Yəni qəbir Xurşud Banu Natəvanın qəbri talanıb. Burada türbənin bərpasında görərsiniz ki, türbələrin yaxınlığında lövhələr var və işğal dövründə, özür istəyirəm, işğal dövründə arxeoloji qazıntılar zamanı və son halda budur. Məlumatlar verilib, şəkillər çəkilib, məlumatlar verilib. Əgər bunları deyirsinizsə, bunlar təzə tikilib, Ağdamdan demək olar ki, heç nə qalmayıb. Yəni, birazdan Cümə məscidinə gedəcək. O istiqamətdə də çörək muzeyidir. Yəni, o arada xarabalıq təəssüf ki. Cümə məscidi bərpa olunub, amma çörək muzeyi hələ bərpasını gözləyir. Yolumuz orada, Şuşaya. Bu da çörək muzeyi, Ağdamın çörək muzeyi. Adamın gördüyünə inanmağa gəlmir. Heç inanmağımız gəlmir ki, bu gözümüzdən görürük bunu. Əzan verəndə Ağdamın Cümə məscididir. Deyilənə görə bura park olacaq.